Python sadə oxunaqlı sintaksa malik, ümumməqsədli və yüksək səviyyəli proqramlaşdırma dilidir. Həm yeni başlayanlar, həm də peşəkar proqramçılar tərəfindən geniş istifadə olunur. Əsas səbəb öyrənilməsinin asan olması və çox böyük bir kitabxana dəstəyi ilə gəlməsidir. Bugünkü rəqəmsal dünyada Python hər yerdə var. Veb saytlarda Django və Flask, data analitikada Pandas və NumPy, süni intellektdə TensorFlow və PyTorch əvəzsizdir. Hətta Netflix və YouTube kimi nəhəng platformaların sistemlərində belə Python kodları var. Python 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılıb və adını Monty Python adlı məşhur komediya şousundan götürüb. Başlanğıcda məqsəd kompleks əməliyyatları sadələşdirmək idi. Amma zamanla bu dil həm elmi tədqiqatlarda, həm startaplarda, həm də texnologiya nəhəngləri arasında məşhurlaşdı. Python əsas üstünlükləri sadə sintaksis, avtomatik dəyişən tipləri, platformadan asılı olmadan işləmə qabiliyyəti və çox böyük aktiv bir istifadəçi icması olmasıdır. Tüm bunlar onu həm öyrənmək, həm də real layihələrdə istifadə etmək üçün ideal seçimə çevirir. Pythonla yazdığı .py faylı əvvəlcə bytecoda çevrilir, sonra Python Virtual Machine, yəni PVM tərəfindən işə salınır. PVM maşın koduna, yəni machine koda çevirir. Beləliklə yazılan kod işə düşür və proqram işləməyə başlayır.